Salam azan verilə-verilə namaz qılmaq olar. Aleyküm salam, bəli, azan verilən kimi insan namaz qıla bilər. Elə ki, müəzzin Allahu Ekber kəlməsini işlətdi, insan həmin o kəlməni işlədəndən sonra namazına başlaya bilər. Əgər bir insanın tələsən bir yeri yoxdursa, yəni getməyə tələsik bir yeri yoxdursa və yaxud işi yoxdursa, müstəhəbdir ki, insan yəni azanı dinləsin və yaxud da bir qədər azandan sonra ehtiyat eləsin, yəni namazını qılsın. Əslində, yəni insan həmin azan verilən vaxtı dua eləsə gözəl olur. Çünki duaların bir qəbul olunan vaxtı var. Onlardan biri də azan vaxtıdır və mütəallə Allah da azanı təkrar səsləndirib ki, qəflətdə olanlar oyansınlar. Azan yəni insanı qəflətdən oyandırır və kilsə zəngi müqabilində olan ən gözəl İslam şüarıdır.